Saat 8-ə işləyir, taksi gözləyirik. Deyirəm, havalar isinib, əsl istirahətin vaxtıdır. İstədiyiniz istiqamətə ən uyğun biletləri aviasas.az-dan əldə edə bilərsiniz. Çünki aviasas bilet satmır, ən ucuz bileti tapır. Salam millət, necəsiniz? Mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Bilirsiniz, artıq Dubaydayam. Burada da M bizi tapdı. KTM sürəcəksinizsə GT3 RS-dən gəlib. Rəngi falan çox qəşəngdir. Baxın. Kölgə də axtarmıram da kölgə deyə bir şey yoxdur yəni. Bir neçə gün buradayam. Əslində bir işlə bağlı gəlmişəm, amma dedim sizdə vlogsuz qoymayım. Dostumuz gəlib məni götürməyə, Abbas. Onu da göstərim də qoy. F90 M5. Maraqlıdır yox, amma indi daha maraqlı bir yerə gedirik. Mən plonkaya öyrəşmədiyim üçün onu axşam sürəndə bilirsən şüşəni zada açıram zada, görmürəm. Seriozunu görmürəm. Yaxşı plonka olmayanda çətin olur. O da ola bilər. O da ola bilər. O şu millət, indi Abbasla gedirik harasa. Soruşdum ki, sizə də deyim ki, hara gedirik. Dedi, gedəndə bilərsən. Ona görə gedirik. Millət, Abbas məni elə bir yerə gətirdi və deyir ki, burada əslində çəkiliş eləmək olmaz, amma gör nəsə çəkə bilsən çək. Gizlin nəsə çəkmək istəyirəm. Avtohouse-dayıq hal-hazırda və onu deyə bilərəm ki, içəridə çox qəşəng maşınlar var və yarısından çoxu da trek avtomobilləridir. Nə bilim, maksimum əlimdən gəldi gedib bir də içəridə kadr götürdüm, amma belə ürək dolusu çəkə bilməyəcəm, amma belə indi çalışıram gizlin nələrsə çəkim. Bu həyətində olanlardır, içəridə olanları 100% çəkəmirəm. Bizim M5 İtaliya var yanında. Yanında belə maraqlı bir şey var. O yanında gizlədiblər. 911'lər burada. Bir dənə də burada GT3 var. Maybach var, Lotus var. Onun yanında Ferrari'dir. Aventador görürük. Yanında SSR GT3 RS görürük. Arxasında da bir dənə GT3 RS var. Biz birini tapa bilmirik. Burada maşallah boldur. Yəqin ki, hiss edirsiniz ki, belə də gizlin çəkirəm. Çox istəmirəm də durub desinlər ki, qardaş çəkmək olmaz falan. Maksimum çəkib sizə göstərirəm. Burada da maraqlı şeylər var. Görüm, çəkə bilsəm çəkəcəm. Belə bir Mercedes. Arada da belə girsək. Səni çox sevmədik. Burada bir 911. Burada da Klasika var. Klasika qardaş. Çox qəşəngdir ya bu. Bu kuzovu çox bəyənirəm. Sadəcə hər keçə... Oho. Tutdular bizi. Millət, yanından keçdim, qışqırdı. Qorxdum. Gülvari ürək tutması yaşadım ki, neynədim bu qışqırdı. Nəsə interesli siqnalizasiyası var, nəysə. Çox da gördüyünüz kimi şey eləyə bilmirəm. Amma içəridə millət, Dallara Stradale, Veyron var idi, motorun yerə qoymuşdular. GT2 Club Sport var idi, nə bilim, Audi'nin GT3 maşını var idi. Hamı oradaydı. Daha ikinci mərtəbəsində də SLS adı büküb salafanlayıb qoyublar. Burada heyf ki, çox bir şey çəkə bilmirəm. Görüm, yenə try eləyəcəm, görüm nəsə çəkə bilsəm, göstərəcəm sizə də. Millət, burada maraqlı bir məsələ var, onu istəyirəm sizə göstərim. Fikir versəz, ön alın şüşədə belə bir şey var. Bu nədir? Treka çıxanda bunu yapışdırırlar üzünə. Misal üçün, batdı, kirləndi, çəkdin, təzələndi. O da kirləndi, çəkdin, təzələndi.
belə da su ilə falan heç nə ilə əlləşmirsən, tərtəmizdə maşın qalır. Paspresin plonkasını soyduqca da yenilənir. Maraqlı temadır. Getdik. Mən bununla gedirəm qardaşım. Mən çıxdıq yola. Həmin avtohausdan çıxdıq. Gedirik. GT3 RS-i plonka ilə bağlı bir detailing yerinə qoyacağıq və orada artıq mənim gündəlik burada olduğum vaxtda sürəcəyim avtomobili görəcəksiniz. Mən bilirəm nədir. Sizi istəyirəm biraz həyəcanlandırım, amma belə kömək olaraq bu deyim, bir işarə olaraq onu deyə bilərəm ki, burada da M bizi tapdı. M avtomobil var, onu götürəcəyik və olduğum buradakı müddətdə, belə desəm, bir həftə ərzində maşın bizdə olacaq. Amma maraqlı maşındır, stokda deyil, onu da qeyd edeyim sizə. Biraz da səbirli olun, göstərəcəm. M5 F90 videosu bizim kanalımızda var, neçə il bundan əvvəl biz bunu çəkmişdik. Amma sadəcə, belə deyim, bir neçə müddətlik, bir neçə saatlıq sürmüşdüm incələmək üçün. Amma indi gündəlik kimi, belə deyim, A nöqtəsindən B nöqtəsinə gedəndə istifadə eləyirəm, idarə eləyirəm. Çox rahatdır millət. Yəni, həm M5-dir, həm də ki, elə bil, gündəlik, adi komfortda gedən bir maşındır. Çox ləzzətdir. Yəni, F90-la bağlı fikirlərim yaxşı idi, amma bu məsələdən sonra biraz da yaxşılaşdı deyərdim. İndi hardadsa, vot, buradır. Mən də verim bunun yanına. Burada yeni M5-i də görürük də, yəni onu da deyim. Millət, indi başqa bir yerə gəldik, çıxdıq. GT3 RS-i qoyduq, M5-dən gəldik bura ki, biz bu avtomobili götürək. Bir həftə buradayım, bir həftə bu maşın bizləndir. Hazırsızsa sizə də göstərim. M3 Y92 Abbasın əsasən trekdə falan sürdüyü bir maşındır. Amma biz bu avtomobili gündəlik idarə eləyəcəyik. Üzərində artıq məncə görürsünüz Apex'in diskləri var və Eisenman, səhv etmirəmsə, egzoz sistemi var. Track tool'dur bildiyin, yəni yığıblar, biraz əl gəzdiriblər. 2 nəfərlik olub artıq M3. Qovuşları görürsünüz. Bu da bizim arxa oturacaq deməyim, arxa oturacaq hissəsi. Və təbii ki, deyəndə ki, biraz qəribə gəlsə də manual. Düşünürəm, burada olduğum müddətdə bu avtomobillə çox əylənəcəm, çox bomba vaxt keçirdəcəm və çoxdandır mexanika, sürətli gedən maşın sürmürdük. M392 məncə bu hissi bizə yaşadacaq. Abbas mənə çox qorxudub səsə görə. Görək nə səs verir bu. Bilmirəm. Çox qaz verməyim aparmasıdlarda, yəni səsi millət ultra çoxdur da səsi və onu deyə bilərəm sizə. Sizə gedim, daha sonra maşın haqqında da sizə danışaram, biraz da özüm sürüm, biraz görək nə var, nə yox, nətərdir. İkinci ya üçüncü gündəyəm, bilmirəm, amma gecə Abbasa mesaj gəlib ki, bəs zəhmət olmasa maşınınızı burada saxlamayın, səhv yerdə saxlamısınız, yəni öz yerinizdə saxlamamışsınız.
Allah nə yalan deyim. Mən də axtardım. Burada Hindistanlı işçilər var idi. Onlardan soruşdum. Onlar dedi ki, buradır. Sən demə bura deyilmiş. Nəysə, -1-də saxlayırdım, -2-dədir sən demə yerim. Nəysə, onu tapacam, amma günə belə başlamaq məncə gözəldir. Sizə bir də yüngülvari cold start da vereyim. Bax elə buradan. Belə millət, məncə cold start xoşunuza gəldi. Sizi bilmirəm, mənim xoşuma gəldi. Yalan deməyim. Gedirik, bu günləri biraz işlərim var özümün. Daha sonra da bütün Azərbaycanlıların getdiyi Deyrəyə dəyəcəm. Bir-iki dənə texnika almalıyam. Videolarımız daha yaxşı, daha keyfiyyətli olsun deyə. Belə, hələ ki olaylar bu formadadır və həftə sonuna həm 6-cı günə, həm bazar gününə tema olmalıdır. İnşallah onları da çatanda sizə çəkib göstərəcəm. Biz getdik. Dünəndən çox xoşbəxtəm. Çoxdandır mexanika maşın sürmürdüm, biraz qəribə gəlsə də. Və bonus olaraq 92 M3 manual heç vaxt sürməmişdim. 92 M3 bir 6 il, 7 il bəlkə də bundan əvvəl incələmə çəkmişdik. Düzdür, amma o standart SMG, belə desəm, transmissiyası ilə idi, yəni avtomatlaşdırılmış. Amma sırf 6 irəli manual gözləmirdim və bu custom exhaust da düzdür, əvvəl başımı çox ağrıtsa da, yəni bir mənalı onu deyə bilərəm ki, bu günə kimi yollarda sürdüyüm ən səsküylü avtomobildir. Yəni, belə deyim, bu Ferrari'də də, Lamborghini'də falan da bir qədəri olur da bunun qardaşı ki, bu hər yerdə, dünyada bunu sürə biləsən. Amma Abbas, yəni avtomobilin sahibi sağ olsun, sırf trek avtomobili tipində, tərzində bunu yığdığı üçün və demək olar ki, ancaq trekə gedəndə sürdüyü üçün səsim biraz bol eləyib. Amma bizə okeydir, yəni bu səsinə xoşbəxtəm. Misal üçün, downshift'i falan yerindədir. Çalışacağım irəliləyən dəqiqələrdə, günlərdə bu avtomobillə bağlı yüngülvari bu videonun daxilində də sizə də biraz məlumat verici, geniş, detaylı bir video çəkim. Belə. Qorxma, bax. Baba. Downshift'e bak bir dənə. Downshift'e bak. Qulaq as. Yaxşı, çox artistlik eləməyim. Burada cərbələr çox yuxarıdır. Ona görə səsdən, avtomobildən zövq ala yolumuza davam edirik. Millət, sizi yeni parkovka yerimdən salamlayıram. Qonşular düz deyirmiş. Sən demə, -2-də saxlamalıymışam. -1-də saxlayırdım. Amma, yəni B2-də danışır. Burada hətta sizə desəm, belə interesli motosikletlər var. Maraqlı. Sonra burada cüt BMW-lər var. Heç maraqlı deyil, nədir yəni, o dərəcə deyim. Çünki bu olan yerdə, açığı da bu olan yerdə, onu neyinirsən? Millət, sizə bir şey də deyim. Deməli, avtomobilin stokdan savayı nə upgrade'lər olunub, burada riski bir saniyə göstərəcəm. Çoxlu upgrade'lər var. Hətta sizə desəm, maşının səsi, egzostu o qədər çoxdur ki, mən çox böyük və xəyalını qurduğum bir şey səndə bu maşında var və mən onu egzostun səsindən eşidə bilmirəm. İndi onu da istəyirəm sizə göstərim. Yəni özüm də görməmişəm, sizlə bir yerdə bu indi
Gecədən sıxmışam ki, səhər düşəcəm maşına, ona baxacam. Kapotun altındadır təbii ki. Gəlin. Yəni M3Y92 V8-in yəni lazım olan budur da, istədiyim upgrade budur. Karbon intake. Dəlisən sən. Yəni millət bunu yəni ilk dəfədir canlı görürəm. Maşındakı maşallah, yəni çox şey olunub, amma hamısını bu günləri axşam tərəfi inşallah istəyirəm gedim bir dənə Toçkamda, həmişəki yerimdə bir dənə qəşəng reels çəkim, reelsə girin baxın. Bu videoda çox da info verməyəcəm sizə. Bir dəfə də girin orada baxın, zəhmət olmasa. Nəysə, elə kapot açıq vəziyyətdə maşını işə salaq, o pure soundu da sizi eşidəsiz istəyirəm. Dilim dolaşdı. Ya Allah. Yenə səs biraz çox ola bilər, fikir vermir. Cold start qutarsın, yüngül qaz versəm də yenə egzostun səsi imkan verməyəcək. Bu option var, biləsiz. Məncə sizə aydın oldu, getdik. Artıq neçənci gün olduğunu yenə də bilmirəm, amma hal-hazırda 6-cı gündür. Gedirik, saat 6:30-da briefing olacaq, track day var bugün. Açıq bilmirəm, mən sürəcəm yoxsa yox, amma Abbas sürəcək 100%. Görüm, çalışacağım oradakı maşınları da sizə göstərim, ümumi havanı da göstərim. Amma hələ 6:30-a, belə desəm, 1-2 saat var və hal-hazırda orada event gedir. Maraqlıdır, belə desəm, superkarları falan yığıblar, Chiron, Miron, nə istəsəz var. İstəyirəm gedim, yəqin bilmirəm haradan girəcəm, necə olacaq, nəysə ki, gedək çataq, maşınları göstərim, maraqlı bir gün olmalıdır, görək. Özümə də maraqlıdır. Yol üstü də gəldik, benzin vuraq maşına və millət, onu da qeyd edeyim ki, 92 M3 olduğuna görə, təbii ki, biz super benzindən istifadə edirik və maraqlısı da orasındadır ki, superin qiyməti 1 manat 20 qəpikdir burada. Yəni 2 nə qədərsə dirhəmdir, indi aşağıya yazaram. Demək olar ki, Bakıdan 2 qat daha ucuzdur. Bu da bizi çox xoşbəxt eləyir. Ona görə V8-i daha ürəklə, daha rasxod fikirləşmədən, benzin falan fikirləşmədən sürə bilirik. Elə onu dedim sizə demiş olum. Bunların da zapravkası belə bir belə bir üzrə yerdir. Enoçdur, Enosdur. Enosdur çox güman ki. Amma mən nədənsə o Emoç yadıma düşür. İyi misin Emoç? Emoçla barışdıq. Vladimir Central. CarPlay'imiz olmalıydı, amma neynəsəm də qoşa bilmədim. CarPlay sonradan əlavə olunub maşına. Amma CD dədə-baba işləyir. Oradan da 1-2 dənə disk sıxdı və 3 gündür mən Mikhail Kruga qulaq asıram. Gecə də yatanda maqadan zad eləyirəm. Yəni ki, yuxularıma girir. Bizdə şanson da qardaşım. Çatmışıq. Əslində konkret yadımdan çıxmışdı. 2 il ya 3 il bundan əvvəl Dubai avtodroma gəldik, çıxdıq. Ferrari track day olmuşdu. Onda gəlmişdim axırıncı səfər avtodroma. Düzdür, onda F8 Tributo sürmüşdük trackdə. Bugün görək nəsə tapırıq sürməyə. Yoxsa o 92 ilə girə bilirik, yoxsa yox. Şimdi sizlə bir yerdə mən də biləcəyəm. Zapravka da var burada. Məntiqlə ölkəmizdə inşallah tezliklə trek olsun. Mən də görürüm ki, trekin içində zapravka olur. Biz trekə gedəndə
birinci 98 axtarırıq. Sonra 98 tapandan sonra trekə geyib çıxırıq. İnşallah olacaq, bizdə də olacaq. Səbirli olun. Arabamızı burada saxladıq. Düşürük manual formada maşınları bir çək eləyək, görək nə var, nə yox. Maraqlı maşınlar var. İndi parking hissəsinə də keçəcəm. Görüm də hara kimi gedə bilirəmsə gedəcəm. Usta burada ayıq-sayıq olmaq lazımdır. Hər an risk nəsə maraqlı maşın gələ bilir yəni, ona görə. Belə, indi misal üçün bax. Mən əminəm ki, bu Gruzavoyun içində nəsə var və yaxud nəsə gəlib. Amma gedirik event olan hissəyə, dayı bizi vurmasa yaxşıdır. Millət, bax burada Suzuki Jimny var, 4 qapılı. 4 qapılı Niva'ya oxşayır, yoxsa yox. Bunun 2 qapılısı yaxşıdır. 4 qapılısın açığı birinci səfərdir Dubayda. Yəni Dubayda gördüm ilk dəfə 4 qapılısın. Bəyənmədik. Vahid Gil'də. Ha, Vahid Gil oradadır. Yes. Vahid Gil'dən əvvəldə ikinci seriya var. GLE 63 var. Hələ ki bizi heyrətləndirən bir şey görmürəm, amma qabaqda görəcəyimi düşünürəm. M-paket ikinci seriya. Bot, Vahid Gil də buradadır. Gördüyünüz kimi biraz lift eləyib. Nəyi də olmasa səsi var. Bot, bir dənə Jimny. Burada Jimny yaman moddadır, onu deyə bilərəm. Belə. GT3 RS 911. Qarşısında da 911 turbo. Burada bir dənə GT3, amma rəngi odur. Amma mən bu Porsche-ni çəkmək istəyirəm. Ayaqları çəkməyi tutuzdura bilmədim. İndi görmüşkən çəkim, sizə də göstərim. Çox gözəl deyilmi sizcə? İnteryeri də baxın gördüyünüz formada. Arxasında da belə bəclər var. Və ehtiyat təkərini də buradan görə bilirsiniz. Nə STO, momentalini tutdum. Dayı da heç efirə işləmir. Carrera S, Lotus, misal üçün Lotus burada çox sevilir. Bizdə heyf ki, çox nadir var. Yəni 1-2 dənə var, o da çox köhnə modellərdir. Yəni məncə bunun səbəbi trekin olmamasıdır. Trek olanda bu tipli trek toollar da məncə vaxt aşırı gəlib çıxacaq. Ferrari, Lambo, McLaren və belə. Bir dənə belə eləyirsən Ferrari, bir dənə belə eləyirsən McLaren. Bir iki dənə addım attın, bir dənə SV, bir dənə də sadəsi. Qaqaşın maşınıymış bu da. Bir xodda səs götürək. Kadrımı pozma. Gəlirik biraz da maraqlılara tərəf. Şuronu görürsünüz yəqin ki. Burada çox gözəl göy və göy karbonla bəzədilmiş. Bax millət, karbon deyirdim, rəngli karbon. Baxın, burada da sizə izahlı şəkildə göstərə bilirəm. Bu rəngi çox sevirəm. Şuron burada. G81'i də verib yanına ya, yeri var. Burada belə bir track tool var. Yəni bir dənə ST oradan keçir, bu yerə keçsə çəkəcəm.
Abi bir dənə də bir şey var ki, kimi çəkirsən gəlir biraz efirə işləyir falan, sonra daldala verib demir ki, qaqaş məni çəkmə zat demir. O söhbəti sevirəm. Və burada qəşəng bir rəngdə Turbo S var. Tiffany deyək də buna. Çox qəşəngdir. Başqa nə var? R8 var orada, R8. Bunların yanında sönük qalır. CT3RS. Burada 63 Edition bir dənə Huracan var. Gördüğünüz kimi. Onun da yanında bu ne disklerdi? LED. Görmüşken gösterim. Karbon disk. Yani inanmayanlar için diyeyim. Ortası alümindir çok güman. Karbon disk. Orada da 911 var. Arkada da Kaymandı səhv eləmirəmsə. Səriyə də keçdim də, yəni daha onu demirəm. Burada daha biraz maraqlı maşınlar var. Koenigsegg Jesko'nun yanında dayanmışam. Hoşunuza gəlir millət. Yanında da təbii ki Chiron, başqa nə olacaq yanında? 2 ədəd də Chiron görürsünüz burada. Track'deyə hələ var. Ona görə hələ biraz takılırıq. Burada maraqlı bir dənə konsept eləyiblər. Onu da sizə göstərim. Deməli 911-in yarısını qoyublar. Bura çox sağ olun. Elə yerə yazaq ki, görünək. Hara yaz? Mən olsam hara yazardım? Hara yazardım? Bura yazım. Burada var, burada var. Bura necə? Oradalar. Buradayıq ha, biləsiz. Sən nə yazmısan? Bax, özünə ürək qoydun ha. Qəşəng. Buyurun, buyurun. Adımızı 911-in üstünə yazdıq, manifestlədik falan, onları qoyduq kənara. Take it out. Slow, steady, undress, and press. Maraqlı diyor. İndi isə keçirik biraz da içəri. Eynəyimi çıxardım. F1 bolidi görə bilirik. Ferrari'miz var. 911'imiz var. Daha bir Ferrari. Orada Renault var. O Renault'u istəyirəm yaxından sizə göstərim. Renault deyib keçməyin ha. O Bakıda fırlanan hamını ötən Renault'lardan deyil bu. Seriozlu bir maşındır. Burada da bir iki dənə maşın var, onları da göstərim. Bir dənə Veyron var. Onun yanında narıncı Rivielto. Onun yanında belə bir gözəlliyi var. Digər tərəfdə də KTM-in hissəsidir. Onda çox bir olay yoxdur. Yəni eventə gəldik, eventə girdik, hangara girdik, hər şey elədik. İndi bir dənə qalıb yola çıxma. O da yəqin suzduracaq, səbirli olun. İndi 911 ilə çıxacaqlar trekə, son hazırlıqları eləyirlər. Getdi. Okey, yəni pitdən yavaş çıxmalısan, bildim o biraz ürəkli oldu qardaş. Qardaşım trekin içindədir şey. Birazdan asfalta uzanacam. Bir şey qalmayıb. Gəlir. Biraz juvoy olun da qardaşım. 1, 2, 4. Gözləyirik. Maraqlı bir şey gələndə çəkəcəm. Sən kimsən? Sən nəsən? Ava sənə. Abi maraqlıydı. Hədə mən siz üçün neyniyim bax. Buradan kameranı qoymuşam. Telefondan da indi gələni, yolda gələni tutmaq istəyirəm. Gözdə görək. Amma yaxşıdır, yəni hava qəşəngdir, xoşuma gəldi. Bas.
Bayaq tərpənən idi, ya indi gəl keçir. Bayaq dediyim Renault-ydu ya, biləsiz. Sən nəsən? Sən kimsən? Aa, KTM. Vso, aydındır. KTM olar. KTM işi başqa səbəbdir də, onun aidiyyatı yoxdur. Onu mən avtomobil kimi görmürəm, amma bayaqçı Porsche Trek'ə çıxır. Mən qayıdıram Trek'ə. Buralar belədir, yəni qarışıq. Hər an nəsə ola bilər. Uğurlar. KTM sürəcəksinizsə, kabina bu formada açılır və siz kapsulanın içində əyləşmiş olursunuz. Sükan, transmisiya, 2 dənə Type-C yeri qoyublar, sağ olsunlar. Yəni, oturacaq deyə də bir şey yoxdur da, demək olar ki. Maşın deməyim də, yəni bolid full karbonlu gördüyünüz kimi. Maraqlı, baxın, baba. Hop, bu formada da bağlanır. Bağlananda da görüntüsü bu formada. Mahnıya görə çox şey çəkə bilmirəm. Kars kafedəyəm. Yanımda bir dənə də Koenigsegg yanıb. Bir dənə də uşaq uluyur. Nəysə. Mahnı qoyacağım, kadrlarına siz baxın. Lada axtarırdıq, yenə Sovet tapdı bizi. Uğurlayardım da yəni. Çox gözəl. Hoş millət, yəni avtodroma gəlin, maşın xəstəsinizsə mütləq gəlin. Bir şey də sizlə bölüşmək istəyirəm, hal-hazırda arxamda Koenigsegg görürsəm, amma məsələ bu deyil. Fəxri Əsədov kanalı 9 ildən sonra, zarafatsız 9 ildən sonra 300.000 abunədədir. Təşəkkür edirəm bütün dəstək olanlara, abunə olanlara, videomuzu bəyənənlərə, öpürəm hamınızı. 300.000 olmaq hər oğlanın işi deyil zaten. Öpürəm. Davam, dayanmırıq. Deməli millət, o event qutardı, indi track day başlayır. Abbas bir GT3 RS-dən gəlib. Maraqlı. Sürüş var bugün. Var. Mütləq. Mən də girəcəm. Girə biləcəyim yəni. Baxarım. Хорошо. Все. Pravam var. Ha, üstündə. Baxarım. Rosewood da prosto, Bakı. Hoppa. Şal, kuruk yığılır yavaş. Okey, хорошо, getdik. That helps move things quicker. Windows, if you want to open, only about a quarter. Briefingə qulaq astıq. Yəni bayraqlardan danışdıq, nə bilim, dayanmayın, belə olanda belə eləməyin falan. Şlemimiz əlimizdə. İndi geyirik. Kamera arxasında olan yoldaşım da bu günləri sərnişin olaraq mənim yanımda əyləşəcək. Görün, maraqlı olmalıdır və millət, xatırlayırsınızsa, bu trekdə bizim birinci sürüşümüz deyil, F8 Tributo Ferrari sürmüşdük. Görək, 92 M3-lə neyinirik, mexanika. Yəni, bir dənə o qeyd edelim ki, bu trek deyilər, yəni bir yarış falan deyil, yəni birinci, ikinci yerzat söhbəti yoxdur. Əylənmək üçün, qurdumuzu öldürmək üçün da belə olunan bir tədbirdir. Biz də gəlmişkən biri iştirak eləyək. 90'ın üstünde çipləri gördün sən? Ya, fikir verdim. Ondan deyirəm sən şey, o idi. Türk deyə qısa çıxacaq, 112'yə yer. Sağ ol. Millət, hal-hazırda sərnişin olaraq oturmuşam. Sükan arxasında Abbasdır, pilot olaraq.
görək başımıza. Ух ты, какая присоска. Это ты тогда вот купил такие? Нет, это его. А, классно. Ну, удобно вполне, да? Попробуем сейчас. Кайф. Давай. Şurada şellən də qardaşım, neysə. Ay zamanda nəsə giz eləyir bizi burada. Başım olay burada for fun'dır da. Hə. Qəşəng. Təkərləri biraz qızdırmaq lazımdır. Maraqlı. Ciddi uşaqlar. Dünən buna babat bir dənə content çəkmişim. Orada. Ha, Instagram. Şeydə post trackdə göstərərəm. Bu maşın hələ content istəyir. Ha, belə biraz sadalamışam da, nə var, nə yox. Pisləməmisən ki? Ayıb olar. Bura pisə pis, yaxşıya yaxşı. Göstərin şeyi. Haycan, gəl, ürəyim, ikisi də var. Mən bunu belə sürmürdüm axı. Yaxşı birinci səninlə oturdum, yolu da bir tanıyım. Onu yol tuturun da sən. Hı. Deməli mən sən deyə bilərəm ki, demək olar ki, bütün yəni ki krugu 3-dən 4-dən yəni ki sürmək olar. Yəni. Rahat gelir. 2 ancaq bəlkə birinci pоворotda. Hoppa. Soxarsa. Buranı biraz şiroki götürürsən. Ki dönə bilərsən, hoppa. Apex'i də kəsdi qardaşım. Buradan buraxaq, nəsə məşməsin. Sən. Nə edirik? Fikrimi rivoyadım. Revealed heç çataqda. Çatırım da. Hamı buradadır. Hamı buradadır. Palıç. Yaşat bizi o V8'i. Üç. 3 normal. Boşunda 100 plakatından tormozlamaq olar da rahat. 115 belə. Okey. İkidir bu. Burada korkuttun abi bizi.
burada nə işim var bax. Semisilik öz sözün deyir. M5'dən M4'ün tormuzu da danışır. Qardaş çox tez tormuza basır. Normaldır da. Orada hələ yer var idi, çox. Getdik. Bu qədər baxdınız bəsdir, indi biraz da özüm bax. A few moments later. Qırmızını gec gördüm, posle finish. Sakit kuruğa atım gəlirəm pitlə ilə. Nəsə qırmızı bayraq çıxdı. Nəsə olub deyəsən, hə. 2 kuruğa 4də 1 bak getdi. 2 günə başlayandan bir 10 kuruq ardası. Vladimirskiy Sentral. Nə temadır? Kim girdi ki? Heç nə bomboşdu trek. Biraz fırlandıq. Abbasla Babat fırlandıq. Həqiqətən tormuzun önəmini trekdə necə lazımdır yaşadıq, onu deyə bilərəm. Biraz da özüm sürdüm. Düzdür, indi Abbas kimi sürməsəm də öz qurdumuzu öldürdük. Belə deyərdim. Qəşəngdir, ab-hava ümumiyyətlə maraqlıdır. Misal üçün, cəmaət McLaren'la gəlib trekdəyə. Yəni, başqa sənə deyim. Evdə saxlamayın maşınları, çıxardın, sürün arada. Bizdə indi trek olmasa da testən treyningdə falan sürürük də elə belə. Yəni ona görə gəlib bu anı yaşamaq lazımdır, başqa da heç nə. Biraz da ürəyim ağzıma gəlib, ona görə danışmağa halım yoxdur. Salam millət, bazar günü səhər saat 8-dir, 9-dur, nəsə belə bir şeydir. Geri maşına tərəf, dünənləri trekdə təkər getdi. Təkərin, belə deyim, arxa sol təkərin üz qatının bir hissəsi yoxdur. Hətta kəsib çıxartdıq. Amma dünən gecə olduğu üçün və bu günlərdə bazar günü səhər biz durmuşuq bir yerə getməyə. Ona görə təkəri dəyişməyə elə vaxt falan yoxdur. Buralarda da elə işləmirlər, yəni gecə gündüz. Yəni burada xotor yoxdur, onu deyə bilərəm sizə. Deməli, indi maşınımızı
işə salaq. Biraz yuxuluyam. Bunu da qoyum bura. Biraz yuxuluyam. Səhər saat 8-dir. Hava 35 saat olub da hardasa. Maşınımızı kodladıq. İndi gedək yolda danışarıq. Bəxtimizə, yəni bu plansız idi, prosta bəxtimizə Cars and Cookies eləyirlər yenə. Biz də bomba vaxtı düşdük, belə deyərdim. İçəridə də maraqlı arabalar var, qəşəng klassikalar görürəm. Görək bizim 92 M3-ə yer tapa bilirik saxlamağa. Maraqlı şeylər var, yalan deməyim. Bu dəqiqə bu hangarın maklar neçələr var, hangarzad mənə maraqlı deyil, getdik. Deməli millət, gəldik, çıxdıq, 92 M3-ü saxlamışıq, 90 M3-ün yanında. Maraqlı maşınlar var, maklar neçələr görürəm. Yəni arzuların içindədir, yəni Dream Car listində toplardadır deyərdim. Arxamızda da belə bir gözəllik var. Yəni belə ağ-ağ, tərtəmiz dayanmışıq. Təmiz ağ. Birinci gəlin buranı gedək. Sonra kənarlara baxarıq. Çünki orada maraqlı şeylər var. Bunu bildiniz. Buradan gəlirik. 90 M3-lə dayanmışıq. Amma biraz sıxımaya gərək maşını. Biraz sıxım. Biraz sıxım ki, şey olmasın da, zad olmasın. 90 M3 bizim maşın. Maraqlı, eyni şeyin 4 qapılısı, belə deyərdim. Bunda da var içi falan. Səliqəli vinillənmiş bir dənə Volkswagen Van var. O GT-R'lar da yanbayan öz yerlərini tutdu. Amma nə istəyərdin desən, bunu özümdən götürüb aparmaq həqiqətən istəyərdim. Yalan deməyim. Məncə çox qəşəngdir də, yəni. Deyəsən, dünən gördüyümüz GT3 RS-dir, ya da bilmirəm. Bunlardan burada çoxdur deyə tam tutmaq olmur. Nə, buna bax. Amma yalan deməyim, bunu da aparardım ha. Bu da qəşəngdir. Mustang falan. Ya, bilmirəm, millət, bu orijinaldır, replikadır, nədir? İndi deyəsiz ki, nətər yəni bilmirsən. Qardaş, burada replikalar da elə düzəldirlər ki, yəni dünən gördüyümüz trekdə olan o Porsche belə replikaymış, yəni. Ona görə elə ideal düzəldirlər, adam tuta bilmir tam nədir, necədir, nətərdir deyə. Amma belə görüntü qəşəngdir, amma real söhbət eləyim sizə. Real söhbət budur, bax. Səni sevirik. Səni sevirik və burada biraz əziklər var, amma Şəhriyar bunu tak ideal həll eləyər də, yəni. Və arxa fortuşkalarda açılır, retq olur bunlarda. Onu da qeyd edeyim. Çox qəşəngsən, çox qəşəngsən, hayasız. 325. Və tam da bu. Bunu paket elə aparım. Yəni bunu götürüm aparım da, nə olar. Çox qəşəngsən. Gözdə GT-R da göstərim sizə. Və GT-R 34. Deyirdiniz. Gələk. Bu da sizə millət GT-R 34. Çox qəşəng. Maşallah, maşallah, çox qəşəng. Səliqə və
Səhmanlı. Korvetlər. Amma burada belə bir şey var. Sən nə sən? Sən hardan çıxmısan? Narıncı da saxlayıblar. Nəysə, söz demirəm. Renault'dur, nədir bu? Renault'dur, yes. Gördüyünüz kimi. Amma yəni 50 centdir də bu. Rəngi falan çox qəşəngdir. Ləzzətli maşın. Bu da qəşəngdir amma, yalan demir. Amma bu da belə çox belə mujskoy maşındır ya, sizə deyim. Sürən oğlan lazımdır bunu. Yəni sürməyi çətin Lamborghinilərdəndir, yəni deyim. Adı üstündə də Diablo. Qorxulu. Çöldə hələ ki, yəni çox şey var. Datsun falan da var, çəkib eləyə bilərəm, amma çəkmişəm də, yəni hər dəfə gəndə eyni maşınları çəkib göstərmək istəmirəm. Görmək istəyənlər varsa Flat 12 yazın mənim kanalımda. 3-cü videoda artıq çəkirik, yəni. Ona görə girin baxın. Belə millət, Cars and Cookies biraz fırlandıq. Doymuşuq buradakı maşınlara, biraz qəribə çıxsa da. İndi gelirik ACM kafeyə, Supercar Məclisin kafesinə. Supercar Məclisin kafesinə. Bugün nəsə orada yürüyüş olmalıdır. Düzdür, 92 M3 ilə qatılırıq. Biraz qəribə səslənsə də, yəni hal-hazırda gedəcəyimiz yer sırf superkarlardan söhbət gedir. Orada 92 çox da rol oynamır, amma gedək. Başımıza nə gəlir? Gəldik, çıxdıq. 5-6 dənə Ferrari gördük. Onları heç çəkmədim. Amma burada polis maşını var, yəni qayı maşını bildiyimiz. Çox fərqlidir. Fərqlinin fərqlisidir. O istəyirəm göstərək də uzatmayaq. Çox qəşəng disklərlə Ferrari var, amma qayı maşını Galenwagen olmağı ayrı, Mansory olmağı isə tamamilə ayrı bir temadır, onu deyə bilərəm. Burada bir dənə Porsche var. Bunu keçdik. Gözəlliklər buradadır. Susuram, özünüz. Baxın. Gedir, belə gedir. Yəni, və bu bir hissəsidir, çünki yer sıxlığı var. Ona görə nə varsa onları yavaş-yavaş çəkib göstərirəm. Mən yenə old school xəstəsi olaraq bunu bir də yaxından göstərmək istəyirəm. Amma bu da danışır da, yəni. Amma bir də 40 dərəcə istilik var aprel ayında. Arxamızda daha da isti şeylər var. Gəldik, çıxdıq. Elə bil ki, avtomobillər yığılmışdı birinci Supercar Məclisin kafesinin önündə. İndi avtomobillərlə gəldik, çıxdıq. Yəni, avtomobillərlə deyəndə bunlar getdi, biz də arxasıca yavaş-yavaş gəldik. Barati Beach'dir, nədir? Barati Beach olmalı, səhv eləmirəmsə. Oranın parkinginə yığıldılar. Yüngülları özləri üçün miting eləyiblər. Amma hava istidir deyə avtomobillərdən başqa yetişim yoxdur burada. Hamı içəridədir yəqin. Amma belə də gəlmişkən daha rahat formada göstərim. Ferrari var, McLaren var, Porsche'lar var. Lakin GT4 RS sevdiyimiz maşınlardandır. Yəni, nə vaxtsa incəlimə falan da çəkər idi, düşünürəm. Qismət. Burada misal üçün çox maraqlı speklə olan Touring var, 911. Yəni, tünd yaşıl, indi bilməm, Racing Green'dir, British Green'dir, tam seçə bilmirəm. Amma disklərin tonunu mən yaraşdırıram, yalan deməyim. Yəni, tutur bu maşına. McLaren heç də ürəyimizdir, söhbət onda yox. Bizim yanında da GT3 RS var. Dünənləri Track Day-də də bu avtomobil görmüşdünüz, Abbas gəlmişdi. Belə, yəni olaylar bu formadadır. Amma indi orada da bir-iki dənə maşın var. Onları da göstərək. Bir dənə də Hammer var. Düzdür, sən çox da xoşlamasan da elektriklidir deyə. Amma cəmaata maraqlıdır. Onları da gəl göstərək. Yəni, qara spek də yaxşıdır ya, yəni. Rəngli olmasa da olar. Qara spek bu tonda disklərlə falan xoşuma gəldi. Yandaşları da görürsünüz. Sonra girmirəm. Mən Hammer adı ilə sizə yenə Porsche göstərirəm, düzdür. Amma
Burada da belə bir EV, yəni tam elektrikli, krab kimi belə əyri-əyri gedə bilən Hummer var. Belə. Bir də. Qabaqda bir dənə Ferrari var, purple rəngdədir. Amma diski dəyişiblər, old school bir Ferrari diski qoyublar. Customdur, düzdür. Amma dizaynı oradan götürüblər deyə düşünürəm. Ferrari Modena'nın diskinə çox oxşuyur. Amma məncə tutuzdurub. Yəni zövqlü gəlir. Yəni mən də olsam istəyərdim, eləyərdim belə bir şey. Onu da istəyirəm sizə göstərim. Qoca Qartalda arxa hissədə də, yəni old school. Yəni bu disklər məncə bu maşına yaraşır. Sevirik. Yəni siz necə old school xoşlayan adam təzə Ferrari alanda belə bir disk qoyması məncə normaldır. Qəşəngdir. Rəngi falan da danışmıram. Çox qəşəngdir. Düzdür. Azərbaycanda da, bizdə də var. Rəsmi Ferrari salonunda bu rəngdə, purple rəngdə Ferrari gəlmişdi. İndi bilmirəm, hələ də qalıb yoxsa yox. 50 cent. Mən bunları görəndə 50 cent deyirəm, başqa heç nə. Deməli millət, gəldik. Burada açıq çox da belə bir işimiz yoxdur. Avtomobilləri çəkib sizə göstərdim, təqdim elədim. Buradan geydik, açığı səhər tezdən durmuşdum. Flat 12, sonra gəldik Supercar məclisinin tədbirinə falan. Gedək biraz dincələk, görək axşam GBR tərəflərdə görək nə tuturuq. Bəlkə Yüngülvari car spotting falan da elədik siz üçün. Qismət yaşayacaq, görəcək. Getdik. Millət, Dubayda daha bir maraqlı şeyin şahidi oldum. Bir neçə gün bundan əvvəl trekdə idik, yəqin ki, artıq görmüşsünüz, baxmışsınız və trekdə bizim 92M üçün arxa sol tərəf təkəri artıq bizimlə sağollaşdı, simləri falan çıxmışdı. Düzdür, 2 gündür elə fason yola verirdi, çox da belə dedim, sürətlə falan sürmürdüm ki, yolda qalmayım. İndi xidmət ayağımıza gəldi, necə deyirlər. Hal-hazırda binanın parkingindəyəm. 92-ni də aparıram yuxarı çölə, yəni yuxarı çölə, havaya. Qaqaş da mən orada gözləyir, təkərdə yerində dəyişəcək. Gedək görək nətər olur bu söhbət. Gəldik. Evet, yəni hava da ki qaynayır da, yəni biləsiz. Temperatur qapını örtüm. 36 yarım. Saat 8 deyil. Baxın, qaqaş gəlir belə maşını ilə. Mənə də deyir ki, maşını elə at yolun ortasında okeydir. Biz öyrəşməmişik, Bakıda indiyə ki cərimə gəlmişdi. Nəsə biz də atdıq maşını ortalıqda. Özümüz də buradayıq. Pit stop sırası. Tak tak tak. Burada qaldırdı. İçəridə də hər şey var. Belə şeylərdən bizdə də var, amma azdır. Çoxalsa yaxşı olar. Qəşəng. Siliklərimiz də yerində. Sağ ola var. Qardaşın helikopterdən təmin var. Maşın içində sistem. Təkərin vəziyyətini də sizə belə göstəreyim. 10 dəqiqəyə hazır. Təzə təkərləri taxdı üstünə, balansını elədi, indi bağlayır üstünə. Bu qədər sadə. Dubayda son günümüzdür deyərdik. Sabah səhər artıq Bakıya tərəf yola düşəcək. Amma məsələ o deyil. Çoxdandır hər dəfə mən Dubaya gələndə, heç Dubaya gəlməyəndə də mənə yazırsınız. Deyirsiniz ki, Copart gəlsin, Copart videosu gəlsin. Deyirdim, bir də oraya çək. Niyə? Bu boyda niyə eləyəsən ki bunu, qardaş? Bunu belə bir damcı elə. Köçək də normal. Bəlkə sonra asfalt fıranda biraz çökür eləyir. Çünki belə maşını keçdik. Maşının da spekini çox xoşlayıram. Həm Passat qaldı, amma hər yerdən də heç ara dəymədən rahat keçə bilirik. Maraqlı söhbətdir. Nəysə, onu deyirdim axı. Hal-hazırda dünyanın o bir ucuna, səhranın ortasına, göydən elə nənələr demişik, yaloy yağan bir yerə gəlib çıxmışıq. Çünki Copart'ın yardı buradadır, böyük bir yerdir. İndi oraya gedirik, birinci bir içəridə danışıqlar olacaq, söhbət falan. Daha sonra alınsa Copart'ı keçib, orada olan avtomobilləri, yəni son vəziyyəti çəkib sizə göstərəcəm. Amma təbii ki, o bu videoda olmayacaq.
Bunu amma çəkirəm ki, sizə biraz görüntü verim ki, xəbəriniz olsun ki, Copart videosu çəkməyə gəlmişəm. İnşallah çəkib abratın təzədən Dubaya qayıtmağı planlayıram. Belə. Gəldik, çıxdıq. Belə. Kölgə də axtarmıram da, kölgə deyə bir şey yoxdur yəni. Maşını bir yerdə saxlayaq, gecə içəri. Millət gəldik, bir forum var idi, onu doldurduq, imzaladıq. İndi həmişə kimizə bir riletka verdilər. Onu giyinirik ki, bilinsin ki, biz gəlmişik maşınlara baxmağa, belə desəm. Təzədir ya, bu aşıb da, yəni bu. Aventadorumuz var gördüyünüz kimi. Mansarıdır, bu Dubai polisi maşını olub, bax. Cabrio Range Rover.